özünüzü təqdim edin. Mən Hüseynov Amil Hamiloğlu, Ağdam rayonundan məcburi köçkünəm. Biz bura 2 ildir köçmüşük. Bu evin qabağı da boş torpaqdır, bura gətirib ağacaymışıq. Nə bilim, otu biçirik, gözəllik yaradırıq. Biz burada ev tikmirik. Gün yox, 4 gündür bura bir maşın dadanıb. 66-666 Range Rover'dir. Geyə, günüz gəldi ki, buranı mən almışam. Bizə deyir, ya qardaş, sənətini ver. İndi də bir gün İlham adında bələdiyyənin içisidir, bir balaca gedədir. Bilmirəm kimdir. Gəlib ki, bura mənimkidir, burada niyə ağac əkmirsən? Yəni hansı sənədi göstərdi sizə o İlham mənimdir deyərkən? Heç bir sənət göstərən olmuyor. Bura mənimkidir, buranı mən torpaq oçurtunda olanlar var, onlara satacağım. Səhər də sən dersən ki, burada ağac əkmişəm. Mən də dedim ki, bura mənim deyil, ağac əkmişəm gözəlliyə görə. Belə, mən yəni prezidentin tərəfində olan adamam. İlham Əliyevin, Mehriban xanımın, Ulu Öndərin. Mənim sözüm odur ki, mən burada ev tikmirəm. Mən ağac əkib gözəllik yaradıram. Öz hamısı da meyvə ağacıdır. Yolun kənarında orada yəni şam ağacları var idi. Onlar kötüyündən çıxarılıb və yenidən bastırılıb məsuliyyətdən yayınmaq üçün kimlər tərəfindən edildi o? Nə zamandan başlayıb? Bu səhərdir o ağaçları görmüşük. Ki yerdə də ağaclar. Ağac əkilib. O ağaçlar orada idi əvvəl. Yəni yolun kənarında var idi. Oradan əkilib dərsən. Həmin o boş ərazidən çıxarılıb. Bilmirəm də haradan çıxardılıb, haradan gəlib. Yəni mənim deməyim odur ki, ağac qırmaq olmaz. Bələdiyyənin də sənəti yoxdur ki, torpaq sata. Mənim də bir dənə işim var, Allah İlham Əliyevə dəyməsin. Ağdamımı tikir, mən çıxıb gedəyim Ağdama. Lazım deyil. Allah atasına rəhmət eləsin. Mənim bir kəlmə sözüm budur. Tasıb, vuraq çölə bu maklerləri, get gör harada boş torpaq vaxt gələk satar. Yəni bunu Abşeron icra hakimiyyəti edir də. Vallahi bilmirəm ta kim eləyir. Çünki Abşeron ərazisi olduğu üçün. Mən birdən o gedəni gördüm. O İlhamda nədir? Mercedes'lə gəlib, göründə də bir şoförü var. Deyir ki, bura niyə ağacı? Belə.